Başınıza dönüm. Nə qədər İlham Əliyev açılışlar eləyibdir, köhnə obyektlər. Bax, deyim sizə, sayıram. Toz rayonun icra başçısı Tofiq Zeynalov. Baxın, süd zavoduna prezidenti 2 dəfə alladıb gətiribdir. Yalan deyirəmsə köpək oğluyam. 2 dəfə Toz rayonuna prezident İlham Əliyev alladıb süd zavodunun açılışına gətirib. Kemaləddin Heydarov'un idi da, orada tikmişdi, eləmişdi. Dedi, başını itiribdi. İcra başına Kemaləddin dedi, nəyə açılmır, gələsidir prezident, nə bilim, nə. Dedi, mənim davay o süd zavodu. Ha dedi, ona bir dəfə gətirmişəm bunu açılır. Dedi, bir dəfə gətirirsən, hallı şeydir, onda başını narkotik aparıb, onda ağıl qalıb. Davay bir də 2 dəfə alladıb, yalan demirəm, vallahi də, billahi də İlham Əliyev alladıb Toz rayonunda. O balaca süd zavodu var, ha, o yanından da keçirdi, o bilir də, insanlar bilir, köhnə mal bazarını, o vaxtki mal bazarını yanı, nətər başa salayım. Heydər Parkından o, nədir o, otel var ya, yekə otel, Petrotaldan keçirsən, o otel, nə plazdır, palazdır. O da bilirsə, otelin Heydər Parkının açılışına gələndə İlham Əliyev. Deyib, bu kimin otelidir? Bu nədir bu? Bu nədir? Deyiblər, o özlərinin idaxı, Ramiz Zeynalovun idaxı. İcra başçısının qardaşı, Qayi rəisi. Deyib, balaca bilməyiklər nə deyərlər? Deyib, balaca Heydərə, yəni mənim parkımın yanında, otel Azərbaycan aidi məsələdə oteldə dindin olacaq da. Mənim parkımın, dədəmin adına parkın düz boyunun dalında. Bu otel nəyin nəsidir? Deyib ki, Ayan Plazdır, nədir? Adı elə idi, burada yazırlar deyəsin. Hər nəysə. Deyir ki, balaca Heydərə hədiyyət. Birisi bu sözdə çıxdı, sabah elə orada kontraktlar imzalanmalıdır. Başınıza dönün, dolanın sesin. Həmən oradan gedirsən biraz qavağa gedirsən. O kariyer da var o tərəfdə. Əvvəl sonun tutarı getdi, orada bir süd zavodu var. Və